Yer kürəsinin forması insanlıq tarixində ən erkən dövrlərdən bəri araşdırılan və üzərində ən çox elmi sübut toplanmış mövzulardan biridir. Sadə gündəlik müşahidələrdən tutmuş, müasir peyk ölçmələrinə qədər bütün elmi məlumatlar yer səthinin kürəvi quruluşa malik olduğunu qəti şəkildə göstərir. Bu təkcə coğrafi anlayış deyil, fizika qanunlarının, naviqasiyanın, peyk sistemlərinin və kosmik modellərin əsasını təşkil edir. Yer kürəsinin kürəvi olmasına dair ilk elmi ölçmələrdən biri eramızdan əvvəl 3-cü əsrdə Eratosfen tərəfindən aparılıb. O, eyni anda iki şəhərdə günəş şüalarının fərqli bucaq altında düşdüyünü müşahidə edərək, yer səthinin əyri olduğunu və onun çevrəsinin təxminən 40 min kilometr olduğunu hesabladı. Bu nəticə müasir ölçmələrlə demək olar ki, eynidir. Fizika baxımından da yer kürəsinin forması aydındır. Gravitasiya böyük kütləyə malik cisimləri mərkəzə doğru bərabər şəkildə çəkir və nəticədə planetlər kürə formasını alır. Düz yer iddialarında irəli sürülən sıxlıq və qaldırma qüvvəsi anlayışları belə gravitasiyaya bağlıdır. Yer üzərində hər nöqtədə insanların özlərini dik hiss etməsi, cazibə qüvvəsinin mərkəzə yönəlməsi ilə izah olunur. Üfüq xətti də yer səthinin əyriliyini göstərir. Dənizdə uzaqlaşan gəmilərin əvvəlcə alt hissələrinin görünməz olması, yüksəldikcə üfüqün aşağı düşməsi yalnız kürəvi səthdə mümkündür. Astronomik müşahidələr də bunu təsdiqləyir. Ay tutulmalarında yer kölgəsinin həmişə dairəvi olması, ulduzların yarımkürələrə görə fərqli görünməsi və fırlanma istiqamətlərinin dəyişməsi yer kürəsinin sferik və fırlanan quruluşunun nəticəsidir. Atmosfer və okean axınları Coriolis effekti ilə yarımkürələrə görə fərqli istiqamətdə hərəkət edir. Foucault reqqası isə yer kürəsinin döndüyünü birbaşa göstərən mexaniki sübutdur. Antarktida ilə bağlı müşahidələr, 24 saatlıq günəş hadisəsi və real səyahətlər onun ayrıca bir materik olduğunu təsdiqləyir. Peyklərin orbitdə qalması, GPS sistemlərinin işləməsi və hər gün yayımlanan yer görüntüləri də kürəvi modeli təsdiqləyir. Su həmişə düzdür iddiası isə yanlış anlayışdır. Suyun səviyyə səthi gravitasiyaya perpendikulyardır və böyük miqyasda yer kürəsinin əyriliyini izləyir. Bütün bu sübutlar birlikdə göstərir ki, yer kürəsi elmi cəhətdən ölçülmüş, müşahidə edilmiş və texnologiya ilə təsdiqlənmiş kürəvi bir planetdir.